Salam əziz miqyas sertifikasiya başa müəllimlər. Ümid edirəm ki, hər birinizin hazırlıqları qaydasında gedir. Biz sentyabrda başladığımız qruplarla demək olar ki, artıq Azərbaycan tarixindən 1840-70-ci illərdə və ümumi tarixdə isə artıq İngiltərə, Fransa hissəsindəyik, hansı ki 17-20-ci əsrlər olan hissələrdəyik. Deməli, MC3-ü artıq işləmişik qrupla. Və burada suallar əsasən Azərbaycan tarixi 1801-ci il manifest və yaxud Rus Qacar müharibələrinə qədər olan hissələrdən düşüb. Ümumi tarixdə isə böyük coğrafi kəşflər axırıncı mövzular idi. Osmanlı 17-ci əsr doyğunluq dövrünün başlanğıc hissəsi var. Ora qədər olan suallar düşüb. Mən əvvəl bir elan nəzərinizə çatdırım. Deməli, yanvar MİQ sertifikasiya qurumumuza qeydiyyat davam edir. Siz bir ödəniş etməklə dərs və sınaq qrupunda iştirak edirsiniz. Bütün mövzuların izahları qrupa atılır. Dəstə əhatəli formasında mövzular sual-cavab olunur. Ayda bir xüsusi sınaq işləyəcəksiniz. Artıq yanvar qruplarımızda qoşulanlar ayda yox, 20 gündən bir xüsusi sınaq işləyəcək. Sınaq qrupunda isə ayda əsasən 4-5 və yaxud da 6-7 sınaq işləmiş olacaqsınız. Eyni zamanda dərslər deyək ki, həftədə 3 dəfə 90 dəqiqə keçilir. Proqramı 2 dəfə tam bitəcək. Bir dəfədə hansı ki, yuxarı hissələr 9-11-ci sinif hissələrdə əlavə olaraq bir dəfədə bitəcək. Hazırlıq haqqında əlavə məlumat üçün 05453 nömrəsinə yaza bilərsiniz. İndi keçək birinci sualdan. 13-15-ci əsr mədəniyyətinə aid olanları seç. İngiltərədə ilk universitet açılması və ilk universitet İtaliyaya dedi. Plusdakı bir bunun İtaliya olsa belə, bunu düz götürmək üçün ki, bizdən 13-15 soruşur. İlk universitet 12-ci əsrdə İtaliyada açılmışdır. Bir səhvdir. Birinci səhv olduğunu bilərək bunları çıxarıq. Deyir ki, Leonardo da Vinci Məryəm ana əsərini yazması bu yanlış olacaq. Deyir ki, Məryəm ana əsərini Rafael yazmışdı. Leonardo da Vinci isə Mona Lisa əsərinin müəllifidir. Rafael David heykəlini hazırlaması. Rafael David heykəlini hazırlamamışdı. David heykəlini hazırlayan Michelangelo idi. Böyük əmək əsərinin yazılması bu dövrə 13-cü əsrə aiddir. Götürərik, Avropa mədəniyyətinə aiddir. Bəhriyə atasının Sultan Süleyman'a təqdim edilməsi 13-15-ci əsrə düşmür. Həm düşmür, 16-cı əsrdir bu. Həmçindəki bu Avropa mədəniyyəti getmir. 5-13-cü səhv. Onun üçün burada olacağımız yanlış 4. İkinci sual. Klassik feodalizm dövründə klassik feodalizm 11 və 15-ci əsrə əhatə edir. Deyək ki, 11 və 15-ci əsr bizdən soruşacaqdır. Bu dövrdə deyək ki, İngiltərənin Almaniyadan fərqli Fransa ilə oxşar. Yəni, İngiltərə ilə Fransanın oxşar cəhətini göstərir ki, Almaniyadan fərqli olsun. Arasında baş vermiş üsyanların nəticəsində əhalinin xeyrinə qərarlar qəbul edilməsi. Bu doğrudur. Bu, deyək ki, İngiltərədə, Fransada var idi. O əleyhacaqlar üçün. Almaniyada isə fərqlidir. Xristianların təşkil etdiyi 3-cü sərbi yürüşünə iştirak etməsi. Xristianların təşkil etdiyi 3-cü sərbi yürüşündə hər üçü də iştirak edirdi. Onun üçün bu fərqli olmayacaqdır, oxşar olacaqdır. Onun üçün 2-ni götürməliyik. 2-nin yanlış olduğunu bilərək bu variantları silərik. Deməli, birinci 1-lə başladığı üçün ya 1-6-dır, ya 1-4-6-dır. 4 əhəmiyyətlidir. Reformasiya hərəkatının ərazisində yayılması bu üçünə də aid olduğu üçün, oxşar olduğu üçün, üçü üçün də oxşardır. Yəni, Almaniyada reformasiya yarandı, İngiltərədə, Fransada, onun üçün bunu götürmür. Əhalinin müxtəlif təbəqələrinin iştirak etdiyi seçki nümayəndələr orqanlarının yaranması. 11-15-də deyək ki, İngiltərədə 1265-də parlament, Fransada isə baş ştatlar yarandı. Bu doğru olacaq. Almaniyada isə belə bir orqan yaranmamış. Demək, 4 də doğrudur. 1-4, 1-4 olduğunu görək, 6-dır doğru cavab olacaq. Cavab olacaq 1-4-6. Deyək ki, mərkəzləşmiş dövlətin yaranma prosesinin başa çatması və yaxud da yaranması. Bəli, bu 11-15-də İngiltərə və Fransa üçün oxşardır, Almaniyadan fərqli olaraq. Erkən feodalizm dövründə daha əvvəl baş vermişdir. Erkən feodalizm dövrü 3-11-ci əsrdir. Bu 3-11 şərqdə, 5-11 isə Avropada deyirik ki, başlamışdır. Bu biraz tuzaq sualdır. Baxaq niyə? Axund dövlətinin Hindistanın şimalını tutması. Axund dövlətinin Hindistanın şimalını tutmuşdu. Deyək ki, 6-cı əsrin əvvəli tutmuşdu. Təxminən 510-cu illər deyərik. Şərqi Avropada türk dövlətinin yaranması. Şərqi Avropada türk dövlətinin yaranması. Bax, Şərqi Avropa haradır? Harada yaranmışdır? Xəzər xaqanlığı. Nə vaxt yaranmışdır? 650-ci ildə.
Aha, vandallar tərəfindən Roma şəhərinin dağıdılması. Bu nə vaxt idi? Bu da 455-dir. İndi siz bunu əgər biz bunu şərqlə nəzərdə tutsaq, bu feodalizm dövrünə düşür 5-ci əsrdə. Amma Avropadan nəzərdə tutsaq, bu dövrdə Avropada quldarlıq dövrü idi. Amma bizə nə deyir? Deyir ki, erkən feodalizm dövründə soruşur. Onun üçün bu variantı nə edirik? Ümumiyyətlə silirik. Səhvdir deyirik. Tiflis müsəlman əmrinin yaranması təxminən 730-cu illərdə yaranmışdır. Tiflis müsəlman əmrliyi Göltürk dövlətinin buddizm dininin yayılması təxmini 570-ci illərdə deyək ki, bunlarda da buddizm dini yayılmış olacaqdır. İndi burada deyir ki, daha əvvəl baş vermiş hadisəni tapın. Daha əvvəl Axund dövlətinin Hindistanın şimalını tutması olacaq. Cavab olacaq A bəndi. Dördüncü sualdan davam edirik. Asiya və Şərqdə 14-15-ci əsrlərdə inşa edilmiş memarlıq abidələrini tapırıq. 14 və 15-ci əsrləri soruşur bizdən. Diqqətli olaq bura. Nizami Ali Mədrəsəsi deyək ki, 11-ci əsrdə 1 yanlışdır. 1-in yanlış olduğunu bilərək bunları silərik. Daha sonra Qütb Minar inşa edilməsi. Qütb Minar 13-cü əsr idi. Onun üçün 2-də silərik. 2-də yanlış olar. Deməli, 2-də getdi. Bizdə qaldı nə? 3, 4, 6 və 4, 5. 3 Çinli köç. Çinli köç bilər ki, 1-2, 15-ci əsr Osmanlıya aiddir. 3 doğrudur. Şah Hezzəlində məqbərəsi Teymurlara aiddir. Doğrudur. 14-15-dir. 3-4 və Çində Pagoda məbədlərinin tikilməsi bu da doğrudur. 3-4, 6 doğrudur. Burada Qüvvətül İslam məscidi var. Bu 11-ci əsrə aiddir. Onun üçün bu da aid deyil. Cavabımız olacaq 3, 4, 6. Verilən məlumatların hamısının aid olduğu xanlıq. Yəni ki, bu üçünün də aid olduğu xanlığı soruşur. Üçünün də. Üçü də aid olmalıdır. Azərbaycan vahid şəkildə birləşmə siyasəti yeridir. Baxaq, görək kimləri çıxarda bilərik. Vahid deyilsə, Naxçıvanı nə edirik? X qoyuruq Naxçıvanına. Gəncə X qoyuruq. Eləmi? Gəncə də yox idi vahid. Bunlarda da yox idi. Naxçıvanla Gəncə də yox idi. Şəki var idi, var idi. Qarabağ var idi, var idi. Quba da var idi vahid şəkildə. Ən azından ikisinin sildik, üçü qaldı. 18-ci əsrin 60-cı illərin birinci yarısına kimi, yəni 1760-cı illərin birinci yarısına kimi Urmiya xanlığından asılı vəziyyətdə olmuşdur. Urmiya xanlığından asılı vəziyyətdə olan Şimali Azərbaycanda deyərik ki, 3 dənə xanlıq var idi. Qarabağ, Şəki, İrəvan xanlığı var idi. Burada da hansı var? Nədir? Qarabağla Şəki var. Qubanı silərik. Quba da yox idi. Onun üçün asılı vəziyyətdə olduğu deyilsə 3-dən 4 qalar. Osmanlı İmperiyası ilə diplomatik əlaqələrin saxlanması Qarabağda Osmanlılarla diplomatik əlaqələr yoxdur. Cavab nə olacaq? Şəki olacaq. Cavab da olacaq 3. Bugün 6-cı sual. Düzgün bədləri müəyyən edin. Roma Respublika və Yunanistan düzgün variantları seçirik. Beş Parfiyanın paytaxtı Ktesifon şəhərinin tutulması Respublika dövrünə aid deyil, İmperiya dövrünə aid olar. A yanlışdır. Yuli Sezarın Karfagenin Romanın tərkibinə qatması. Yuli Sezar Karfageni tutmurdu. Yuli Sezar Qaliya ərazisini tuturdu. Onun üçün burada Karfagen yazıldığı üçün səhvdir. B də səhvdir. Zadəgan Respublikasıdır. Bəli, Roma Zadəgan Respublikası. Çünki hakimiyyət deyir ki, bir qrup patris və plebey, varlı plebey ailəsi nəlindir. Bir C düzgündür. C-ni darıya alarıq. Eneid əsərinin yazılması. Eneid əsəri İmperiya dövründə Oktavian tərəfindən yaradılmışdır. B-ci də yazmışdır. İmperiya dövrünə aid olduğu üçün D-ni götürmək. Qras qardaşları tərəfindən Aqraya saatın keçirilməsi Y doğrudur. Deməli, 1-ə nə olacaq? C ilə Y olacaq. 1-ə C ilə Y olacaq. Bu da bu variantda gedər. 3 dənə variantımız qalır. Yunanistan. Ordu quruluşunun legion adlanması. Legion Romada idi. Bu yanlışdır. Eramızdan əvvəl 6-cı əsrin əvvəli demokratik dövlətə çevrilməsi. 6-cı əsrin əvvəli yox sonu strategilərin yaranmasına demokratik dövlətə çevrilirdi. B onun üçün yanlışdır. Parfenon məbədi doğrudur. Xristianlığın ərazisinə yayılması yanlışdır. Əşrana torpaqların az olması doğrudur. Hər ikisi tərəfdə də 1-ə CY, 2-yə də CY olacaq. Cavabımız bu variant olacaq. 7-ci sual. 7-ci sual. Uyğunluğu müəyyən edin. Xidmət müqabilində türk sərkərdələrinə zəmindarlıq torpaqları verilir. Bu səhvdir. Bu deyir ki, burada məsələ nədir? Xidmət müqabilində türk sərkərdələrinə zəmindarlıq yox, yazılmalıdır, iqta torpaqları verilirdi. Və o torpaqlara sahib olanda zəmindar adlanırdı. Əgər bunu dehliyə yazmaq istəyirsə, belə yazılmalıdır. Xidmət müqabilində türk sərkərdələrinə iqta torpaqları verilirdi, sahibi də zəmindar adlanırdı. Onun üçün bu yanlışdır.
Burada əgər biz bu Moğolu götürmək istəsək, yazılmalıdır ki, xidmət müqabilində Hind sərkərdələrinə zəmindarlıq torpaqları verilirdi. Hind sərkərdələrinə. Daha sonra davam edək. İcraedici hakimiyyət funksiyasını daşıyan dövlət divanı fəaliyyət göstərirdi. İcraedici hakimiyyət funksiyasını daşıyan bu Orduya aid olacaq. Qızıl Orduda belə bir orqan var idi, dövlət divanı var idi. İcraedici hakimiyyət funksiyasını daşıyırdı. Deməli, 1-ə getdi B. Teymuri Şahruxla Qaraqoyun dövlətinə qarşı ittifaq bağlaması. Deməli, Teymuri Şahruxla Qaraqoyun dövlətinə qarşı ittifaq bağlayan Şirvanşahlar idi. Şirvanşahlar 1420-ci illərdə Teymuri Şahrux gələndə Şirvanşahlar Qaraqoyunlara qarşı onlar birlikdə ittifaq bağlamışdı. Yeni oxuyuram. Abbasi xəlifəsi Əlaəddin Xələci Hindistan sultanı kimi tanıdı. Nədir? Abbasi xəlifəsi Əlaəddin Xələci Hindistan sultanı kimi tanıması. Bu Əlaəddin Xələc deyildi. Bu Şəmsəddin el tutmuş idi. Onun üçün biz bunu yenə Dehliyə yaza bilmərik. Bu da yanlışdır. Klassik feodalizm dövründə yaranmışdır. Baxaraq klassik feodalizm 11-15. Dehli sultanlığı 1243, üzr istəyirəm. Qızıl Ordu 1243, Dehli sultanlığı 1206, Şirvanşahlar dövləti isə 861-dir. Deməli biz bunun klassik feodalizm dövrü kimi də yenə bunu da oxşar kimi götürə bilmərik. Teymuri dövlətindən asılığı qəbul etmişdi. Baxırıq, Qızıl Ordu etmişdi Teymurilərdən 1395-də. Şirvanşahlar etmişdi. Dehli sultanlığı da Teymurdan asılığı qəbul etmişdi. Deməli 4-də nə olacaq? F olacaq. Siz burada biraz diqqətsiz olsanız, klassik feodalizmini oxşar kimi götürərsiniz, o da səhv çıxacaqdır. Variantlarda onu o formada yazmışam cavab kimi. Çünki testlərdə bu formada olur MİQ imtahanında. Daha sonra C-yə baxırıq. 15-ci əsrdə Əfqan mənşəli Suali hakimiyyətə gəldi. Bu da Dehli sultanlığına aid olacaqdır. Deməli 1 olacaq B, 2 olacaq F, 2 olacaq C, 3 olacaq C, 4-də də olacaq F. 8-ci sual. Xəritədə yaşıl rənglə verilən dövlətə aid düzgün bəndləri müəyyən edin. Yaşıl rəng bu ərazilərdir. Bu ərazilərdə Ərəbistan ərazisi və yaxud da ki, Ərəb xilafətinin ərazisidir deyə bilərik. Yəni söhbət Ərəb xilafətindən gedir. Bu Ərəb xilafətinə aid olan ərazilər tapmalıyıq. Şərqi Anadolu torpağını həmişə Türk torpağına çevirdi. Bu yanlışdır. Bu Şərqi Anadolu torpağına çevirən Səlcuqlar idi. Karl Martel tərəfindən Şərqi Avropaya doğru hücumların qarşısı alındı. Bu da yanlışdır. Niyə? Karl Martel tərəfindən hücumların qarşısı alındı. Amma Şərqi Avropa yox, Mərkəzi Avropa olmalıydı. Onun üçün yanlışdır. Məlikşah dövründə Suriya Fələstin fəth olundu. Bu yanlışdır. Ümumiyyətlə, bu Səlcuqlara əlaqəli bir hadisədir. Xəzər xaqanlığının qoşunlarını Cənubi Qafqazdan qovub çıxardı. Bu doğrudur. Xəzər xaqanlığının qoşunlarını Cənubi Qafqazdan, Azərbaycandan qovub çıxarmağı başarmışdı ərəblər. 7-ci əsrin 20-ci illərində bütpərəstləri məğlub edərək üstünlük qazandı. Bu ərəblərə aid olsa da, burada dövlətdən yazıb deyə biz bunu dövlətə aid edə bilmərik. Burada 5-də səhv olacaq. Abbasilər sülaləsi dövründə paytaxt şəhərlərindən biri Dəməşq olmuşdur. Doğrudur. Abbasilər dövründə ilk paytaxt Dəməşq olmuşdur. 762-ci ildə isə Bağdad şəhəri olmuşdur. Onun üçün burada cavab olacaq 4 və 6. Baxın, burada çaşdırıcı olaraq 4, 5, 6 da yazmışam. 5-i əgər siz burada bir diqqətsiz olsanız, Ərəb dövlətinə fikir verməlisiniz, ərəbləri nəzərinizə tutaraq 5-i də yazarsınız və testi səhv yazmış olacaqdınız. 9-cu sual. Cədvələ əsasən uyğunluq. Yəni, doğru, doğru, yanlış, yanlış olmalıdır. Yəni, doğru, doğru, yanlış, yanlış olmalıdır. Çünki uyğunluğu istəyir. 1. Ahşer və İşbaka ittifaq bağlayaraq Aşurbanipala qarşı mübarizə apardılar. Bu yox, yanlışdır. Çünki belə bir məsələ yoxdur. Bax, bu doğrudur. Birinci bu doğruları qoyaq. Doğrudur, bu yanlışdır, bu doğrudur, bu yanlışdır, bu da yanlışdır. Bax, deyir ki, Ahşer və İşbaka ittifaq bağlayaraq Aşurbanipala qarşı mübarizə apardılar. Belə bir məlumat yoxdur, bu səhvdir. Bunlar da ikisi də uyğun gəlmir deyə biz də deyirik ki, biri götürməyib cavab kimi. Çünki bizdən uyğunluğu soruşur. Qaştariti İskitlərin ağalına son qoyaraq Midiyanı imperiya çevirdi. Qaştariti İskitlərin ağalına son qoymur. Qaştariti Assuriyanın ağalığına son qoyurdu. Onun üçün bu da yanlışdır. Yenə uyğun gəlmir. Onun üçün ikini də götürmür. 3.
Artabazan Selevki təhlükəsizliyinə qarşı Roma ilə ittifaq qurdu və yenidən müstəqil oldu. Bu Artabazan Selevki nədir? Yenidən müstəqil olur. Amma Roma ilə bu dövrdə ittifaq qurmur. Yanlışdır. Baxın, fikir verirsiniz, yanlışdır, bu da yanlışdır. Deməli, nədir? Düzgün cavabımızın biri 3-dür. 4. Birinci Tutmos Suriya Fələstini işğal edərək Fərat çayının şimalına qədər əraziləri fəth etdi. Bəli, doğrudur. Bu doğrudur. Doğru, doğru. Aha, 4 də düzgün cavabımız olacaq. Xan sülaləsi dövründə baş vermiş qul üsyanları qətiyyətlə yatırıldı. Bəli, bu doğrudur. Amma doğrunun qarşısına yanlış yazıb deyə biz bunu nə edirik? Götürə bilmərik. 5-i silirik. Aşoka Hindistanı vazgeçdi birləşdirir və Konfutsi təlimini himayə edir. O, Aşoka ilə Konfutsi arasında heç bir əlaqə yoxdur. Bu, buddizm dinini himayə edirdi. Bu da nədir? Deyir ki, yanlışdır. Yanlış olduğuna görə bu da doğrudur. Cavab olacaq 3, 4, 6. 10-cu xronoloji ardıcılığı müəyyən edin. Mən illəri yazmışam hazır vaxt getməsində. Al və Ağzılgün müharibəsinin başlanması 1455. 55. Bu 55-dir. Deməli, bu 55 olduğu üçün biz bu hissədə illəri yazırıq sırayla. Baxırıq ki, 1455-dən əvvəldə olanları çıxırıq. Məsələn, A-nı çıxarıq. A 1447-dir. Qaraqoyun dövlətinin Teymur dövlətinin asılına son qoyulması 1447-dir. Şahrux öləndən sonra bu A-nı çıxarıq. Çünki 55-dən əvvələ aid olacaqdır 1447 və Janna Darkın Orlean döyüşündə ingilislərin məğlub etməsi 1429 bunu da çıxarıq. A-la yeni çıxanda burada elə variantları çıxarıq. Əslində bu variantları çıxsa cavabımız qalır. Yəni, imtahanda belə suallar olur. İndi xronoloji, əgər bizim bu çıxdaş eləməsək, görə elə necə olacaq? 2-də olacaqdır, deyərik ki, D gələcəkdir. Osmanlı dövlətinin Venesiya ilə sülh müqaviləsi bağlaması 1510-cu ildə təxmini olaraq bağlamışdı. Bu hansı ki, nədir? Səbəbi Osmanlı müharibələrinin hazırlıq mərhələsində deyir ki, Venesiya və Macarıstanla sülh müqaviləsi bağlamışdı. Baxın, həmin hadisədir bu. 1955-dən sonra 1510 gələcək burada. 1510. Ondan sonra D səbəblərin Mosusa qədər ki, Şərqi Anadolu torpaqlarının itirilməsi 1514 Çaldıran döyüşü nəticəsində. Bundan sonra 1514 ilə 1524 arasında olanda B olacaq. Osmanlı dövlətinin Belqrad şəhərini ələ keçirməsi olacaq. Onun üçün cavabımız olacaqdır D və B. 11-ci sual. Xəritəyə əsasən 3 rəqəmi ilə verilən 3 rəqəmi ilə verilən Fransa dövlətin klassik feodalizm dövründə nə vaxt klassik feodalizm? 11-15-ci əsrdə. 11-15-ci əsrin aid olan və aid dövründə daxili siyasətinə aid olan bəndlərin sayını müəyyən edir. Etiqad azadlığı haqqında fərman verdi, Kalvinizm rəsmiləşdi. Bu 16-cı əsrdir. Bunu çıxarıq onun üçün. Bu klassik feodalizm dövründə nəyidir? Düşmür. Amma daxili siyasətə aiddir. Daxili siyasətə aiddir. Klassik feodalizm dövrünə sadəcə düşmədiyi üçün götürmür və Fransaya aiddir bu. Yeni qanuna əsasən əhalinin illik vergi alınmağa başlandı. Bu aiddir. Bu doğru olacaq. İllik verginin alınması Lüdovikin dövrünə aiddir və daxili siyasətə aid olacaqdır. Həmçinin klassik feodalizm dövrünə düşür. Dünyada ilk dəfə kitab çapı və ya mətbə bu ölkədə yarandı. Bu səhvdir. Bu Almaniyaya aiddir. Onun üçün ümumiyyətlə Fransaya aid deyə götürmürük. Kral ordusunun feodal cəngavər ordusundan asılına son qoyuldu. Bu ümumiyyətlə bunlara aiddir. Bu İngiltərə xas olan bir məsələ idi bu dövrdə 15-ci əsrdə və İngiltərənin daxili siyasətinə aid idi. Yeni şəhərlərin yaranması və ya Romadan qalma şəhərlərin bərpa olması da 10-cu əsrdir. 10-cu əsrdə bu yaranmağa və ya bərpa olmağa başlamışdı. Onun üçün bu sonuncu bənd Fransanın daxili siyasətinə aiddir, amma klassik feodalizm dövrünə aid deyil, götürə bilmərik. Burada bir dənə düzgün cavabımız olacaqdır. Dövlətlərə aid 12-ci sual. Dövlətlərə aid oxşar bəndləri seçin. Osmanlı və Səfəvi. Son feodalizm dövründə Portuqaliya ilə müharibə aparması, yəni 16-cı əsrdən sonra. 16-cı. Osmanlı deyərək ki, Portuqaliya ilə müharibə aparmışdı 1569-cu ildə o İndoneziya məsələsində. Səfəvilər də Portuqaliya ilə son feodalizm dövründə mübarizə aparmışdı. Portuqallardan Hörmüz boğazını almışdı 1622-də. Deməli, nədir? Bir düzgündür. Bir bura oxşardır. Teymuri qüvvələrinə qarşı mübarizə aparılması əgər bizə dövlətlər deyirsə, biz Səfəvi dövlətinin Teymurlara qarşı mübarizə apardı deyə bilmərik. Səhvdir bunun üçün. Teymuri və Monqol dövlətləri.
Klassik feodalizm dövründə Mərkəzi Asiyanın tamamilə işğal edilməsi 11-15-ci əsrlərdə deyir ki, Teymurlər təxmini 1370-ci illərdə işğal etmişdilər Mərkəzi Asiyanı. Monqollar da, yəni klassik feodalizm dövrünə düşür 14-cü əsrdə. Monqollar da 1219-21-də 13-cü əsrdə işğal etmişlər. Bu da klassik feodalizm dövrünə düşür. Deməli 3 oxşar olacaq. 4. Hindistanın şimal-qərbinə işğal edilməsi. Əgər biz deyək ki, Teymurlar Hindistanın şimal-qərbini tuturlar, 1398-ci ildə Dehli sultanlığına asıla salmışlar. Amma Monqollarda yox. Monqollar tuta bilmirlər. Onun üçün 4 yanlışdır. 4-ü götürülməli oxşar kimi. İngiltərə və Fransa. Bu krallıqlar verdə müqaviləsinə əsasən yaranmışdır. Bu səhvdir. Fransa yaranmışdı, İngiltərə isə verdən əlaqəsi yoxdur. Almaniyadan fərqli olaraq 15-ci əsrin mərkəzləşmiş şəkildə idarə olunurdu. 6-da doğru olacaq. Bizans və Frank. Ərəb və Sasani dövlətlə müharibə aparılması. Bizans və Frank hər ikisi də Ərəb və Sasani dövlətlə müharibə aparıldı deyə bilərikmi? Xeyr, deyə bilmərik. Frankın, Bizansın ərəblərlə müharibəsi var, amma Frankın Sasanilərlə müharibəsi yoxdur. O üçün 7 yanlışdır. 8. İspaniyada uğurlu müharibə aparılması. Bəli, həm Bizans, həm də Frank İspaniyada uğurlu müharibə aparmışdır. Deməli 1 olacaq, 3 olacaq, 6 və 8 olacaq cavabımız. 13-cü sual. Uyğunluğu müəyyən edin. Doğrunun altından doğru, yanlışın altından yanlışı seçməliyik. Şirvanda 1-ci San Mircə üsyanı nəticəsində Nadir Şahin idarə etmə sistemi ləğv olundu. Bu yanlışdır. Çünki Şirvanda 1-ci San Mircə üsyanı yox, 3-cü San Mircə üsyanı, Təbrizdə 3-cü San Mircə üsyanı nəticəsində idarə etmə sistemi ləğv olunurdu. 1-ci San Mircə üsyanında Nadirin vergi sistemini ləğv etmişdi San Mircə. Bu yanlışdır. 2. Çar Balakən üsyanı zamanı üsyançılar gəlsən görəsən qalasına sığındı. Bu da yanlışdır. Çünki Çar Balakən üsyanı zamanı üsyançılar gəlsən görəsən yox, Çingöz qalasına sığınırdılar. Onun üçün yanlışdır. Gəlsən görəsən qalası Şəki üsyanındaydı. Daha sonra 3-ə baxırıq. Nadir Şah Kirmanşah sulhunu tanımayaraq Osmanlılara qarşı mübarizəni davam etdirdi. Bu da yanlışdır. Çünki Nadir Şah yox, Nadir xan olmalıdır. Bu səhvdir. 4. Gəncə sülh müqaviləsinə əsasən Rus tacirlərinin görmüşsüz ticarət hüququ verildi. Verilməli təsdiq olunur. Bu da yanlışdır. Yanlışın altından yanlış, doğrunun altından doğru desək, bir dənə yanlışın altından yanlışlar var. 3-dən 4 cavabımız olacaq. Baxın, bu 4-cü hissə MİQ sualıdır. MİQ sualında düşmüşdü 4-cü hissə. Gəncə sülh müqaviləsini deyirdilər və burada Rus tacirlərinin görmüş ticarətin hüququnun verilməsi yoxsa təsdiq olunması məsələsi ikili variant kimi qarşımıza çıxmışdı MİQ imtahanında. 14-cü sual. Uyğunluq pozulmuşdur. Yanlış olan soruşur. Kirmanşah sülhü 1732-də Araz çayı Səhəv və Osmanlı dövləti arasında sərhəd olur. Baxın, bura qədər nəsə bir məsələ yoxdur. Sərhəd olur deyil və Arazdan şimalda Xəzəryanı ərazilər Osmanlılarda qalırdı. Burada baxın ki, oradır. Arazdan şimalda olan Xəzəryanı ərazilər bu dövrdə kimlərin işğal altında idi? 1732-də. Rusların. Onun üçün nədir? Bu yanlış olacaq. Daha sonra Rəşd müqaviləsi, Rəşd sülhü 1732-də Rusiya Səfəvi dövləti arasında bağlanmış Kürdən cənubdakı Xəzəryanı ərazilər geri qaytarıldı. Bəli, doğrudur. Geri qaytarıldı. Bağdad, Peterburq. Hər iki müqavilə təsdiq olunur. Doğrudur. Peterburq 1723-də, Bağdad 1733-də. Qəsr Şirin sülhü Ərəb İraqı və ya Bağdad Osmanlılarda qalırdı. Doğrudur. İstanbul sülhü Azərbaycan böyük hissəsi Osmanlıların işğal zonasında qalırdı. Bu da doğrudur. Burada bu hissədə burada diqqətli olaq deyək. Xəzəryanı ərazilər Osmanlılarda qalırdı. Bu səhvdir. Xəzəryanı ərazilər Ruslardaydı. Onun üçün cavabımız burada bir A bəndi olacaq. Seçin. Reformasiya, 30 illik müharibə. Reformasiya aid olanlara, 30 illik müharibəyə aid olanları seçməliyik və oxşar cəhətləri seçməliyik. Fransada reformasiya dövründə monastır mülkləri canlılar satıldı. Bu yanlışdır. Reformasiya aiddir bu. Ancaq Fransa yox, İngiltərəyə aiddir. İngiltərədə reformasiya dövründə monastır mülkləri zadəganlar satıldı. Biri yanlışdır. Birin yanlış olduğunu görüb, baxın, bu variantları çıxmaq olar. 2. Almaniyada siyasi dağınıqlıq davam etdi. Baxın, siz bunu görən kimi yazsanız səhv etmiş olarsınız. Çünki niyə? Bizə sadəcə reformasiya aid olan soruşulur. 30 illik müharibədə də var idi. Almaniyanın siyasi dağınıqlığı həm reformasiya nəticəsində deyək bu proses davam edirdi, həmçində 30 illik müharibənin nəticəsində Almaniyada siyasi dağınıqlıq davam edirdi. Onun üçün 2 də yanlışdır. 2 də yanlışdır deyərik. 3. Katolik kilsəsinin parçalanması rəsmiləşdi. Bəli, bu reformasiyada var idi. 30 illik müharibədə belə bir məsələ yoxdur. Doğru cavabımızın biri 3-dür. 30 illik müharibə. Avropada üstünlük Fransadan İspaniyaya keçdi. Bu yanlışdır. Fransadan İspaniya yox, İspaniyadan Fransaya keçirdi. Onun üçün bu səhvdir.
5. Dini müharibələrin sonunçusuydu. Bəli, tamamilə doğru. Dini müharibələrin sonuncusuydu. 6. Müharibə bütün Avropa dövlətlərini yayıldı. Bu səhvdir. Bütün Avropa dövlətlərini yayılmadı. İngiltərə istisna var idi. Daha sonra deyək ki, 3-5. 3-5, 4 də dedik ki, səhvdir. Nədir? 3, 5 və 7 olacaq. Baxaq, 7-yə də baxaq. Katolik kilsəsinin və ya papanın nüfuzu zəiflədi. Bəli, hər ikisinə də onun nüfuzu zəifləmiş olacaq. Böyük coğrafi kəşflərin başlamasına təkan verdi. Bu səhvdir. 35 müharibə aidiyyəti yoxdur. Böyük coğrafi kəşflərin başlamasına təkan vermişdir. Bu reformasiyanı deyə bilərik ki, böyük coğrafi kəşflərin başlamasına təkan verdi və yaxud da ki, onu inkişaf etdirdi deyə bilərik. Amma bu böyük coğrafi kəşflərin 35 müharibə ilə əlaqəsi yoxdur. Burada da 3, 5, 7 olacaq. 16-cı sual. Daha əvvəl baş vermişdi. Bu standart sualdır. Misir dövlətinin Suriya fəlsəfini geniş işğal etməsi deyərik ki, 2-ci minillik idi. Suriya Dastanının müxtəlif dillərə tərcümə edilməsi o da 2-ci minillik idi deyərik. Daha sonra bizə məlum olan xəritələrin tərtib olunması isə eramızdan əvvəl 3-cü minillikdir. Dora tərəflərin Cənubi Yunanistandan ələ keçirilməsi bu da 2-ci minillikdir eramızdan əvvəl. Çində iç dövlətin yaranması bu da 2-ci minillikdir. Yəni burada hansıdır? Bizə məlum olan iç xəritələrin tərtib olunması eramızdan əvvəl 3-cü minillik Şumerlərə aid. Daha əvvəl soruşduğu üçün C bəndə olacaqdır düzgün cavabımız. 6-cı əsrdə Azərbaycan rəssamlarının verdiyi düzgün variantı seç. Burada Sultan Məhəmmədlə Sadıq bəy Əfşar olacaq. Burada Qiyasəddin Mənsur pozur. Daha sonra burada deyək ki, Hafiz Dələb pozur. Rəssam deyil, bu musiqiçidir. Burada Qiyasəddin Mənsur pozacaqdır. Burada deyək ki, Bəhruz Kəngəli pozacaqdır. Cavabımız olacaq Sultan Məhəmməd və Sadıq bəy Əfşar B bəndi. 18-ci sual. Uyğun bəndləri müəyyən edin. Fransa, İngiltərə və Almaniya. A bəndi. 15-ci əsrdə Tuluzanın birləşməsi ilə mərkəzləşmə prosesinin baş çatması. Tuluza 13-cü əsrdə idi. Onun üçün Fransaya bunu aid edə bilmərik. A gedər. A yanlış olduğunu bilək ki, A-nı istəyirik. B. Ölkə ərazisində protestantlara qarşı kütləvi qırğınların törədilməsi bu doğrudur. 1572-ci ildə əvvəl varıflama edirdi ki, indi hər hansı adı yoxdur, sadəcə qırğınlar törədilmişdir deyir protestantlara qarşı. B doğrudur. Güclünüş müharibə nəticəsində işğal olunmuş ərazilər azad olundu. C də doğrudur. B ilə C. Amma digər variantların hamısında var da B, C. Hər hansı variantsa çıxartmır. İngiltərə. Budaqlar sülaləsi dövründə zadəganlar üzərinə daha çox, aşağı təbəqə üzərinə daha az vergi qoyuldu. Bu əksinədir. Zadəganlar üzərinə daha az, aşağı təbəqə üzərinə daha çox vergi qoyuldu. A onun üçün yanlışdır. A-nın yanlış olduğunu bilərək, burada demək 2 dənə variantı silərik. 2 dənə variantımız var. 15-ci əsrin 2-ci 10 illik Şimali Fransada bəzi torpaqların ələ keçirilməsi. Yəni 1415-ci ildə Azincourt döyüşünün nəticəsində Şimali Fransada ərazilərin ələ keçirildi. Baxın, həmin hadisədir. Burada 2-yə B olacaq. Parlament deyir ki, 13-cü əsrin 1-ci yarısında vergilər təyin etmək uyğun olmuşdur. Ümumiyyətlə 13-cü əsrin 1-ci yarısında yox, parlament 1265, 13-cü əsrin 2-ci yarısı yaranmışdır. Cəmiyyətdə yanlışdır. 3. Almaniya. Roma papası ilə mübarizədə məğlub olsa da qısa müddətdə ölkədə vahid şəkildə birləşdirdi. Bu səhvdir. Ümumiyyətlə, vahid şəkildə Almaniya birləşdirdi 19-cu əsrdə. Martin Lutherin fikirləri sadə xalq tərəfindən dəstəklənsə də, iri feodallar Lutherə qarşı çıxırdı. Xeyr. Deyək ki, Lutherin ən böyük müdafiəçilərindən biri kimi idi, Saksonikini yazılır. Yəni feodallar idi. B onun üçün yanlışdır. B-nin yanlış olduğunu dərək bunda istəyirik. Cavablar 1B, C, 2B, 3-də C. Thomas Müncey hərəkatın körtəbii təşkil olunduğu üçün yatırıldı və feodal qaydaları sərtləşdirildi. Bəli, C olacaq düzgün cavab. Sualda 19-cu sual. 15-ci əsrdə ulduzla 19-cu sual. 15-ci əsrdə ulduzla göstərmiş ərazidə mövcud dövlət və ya dövlətlərə aid düzgün bəndlərin sayını müəyyən edir. 15-ci əsrdə əgər biz bu xəritəyə baxsaq, dövlət kimi Ağqoyun və Qaraqoyun deyək. 2 dənə dövlət və salam. Çünki bizdən nəyi soruşur? Dövlət soruşur. Dövlət və yaxud da dövlətlər. Biz burada nəyə götürürük? 15-ci əsrdə dövləti götürürük, Ağqoyun və Qaraqoyunlu. Deyək ki, Əmir Teymurun hücumuna məruz qalaraq asılığı qəbul etdi. Bu yanlışdır. Əmir Teymur 1405-ci ildə ölmüşdü. Ona nə Qaraqoyun, nə də Ağqoyun dövləti vardı. Qaraqoyun dövləti deyək 1410-da yaranmışdı. Ondan sonra bunu götürə bilməyəcək. Qoylisar döyüşündə Osmanlı ordusunu məğlub etdi. Biz əgər deyək ki, burada sualda deyək ki, dövlət və yaxud da dövlətləri. Qoylisar döyüşünü Ağqoyunlar bəylik. Onun üçün bunu götürə bilməyik. Elatlardan toplanan xasis əskərlərinə əmir basdırı edir. Elatlardan toplanan xasis əskərlər. Bu yanlışdır. Elatlardan toplananlar
xass səsgahları adlanmırdı. Xass səsgahlar daimi əsgərlər idi. Onun üçün bu yanlışdır. Qara Yusif Teymuri Şahrukun hücumlarının qarşısını aldı. Bəli. Deyək Qara Yusif bu dövrdə 1420-ci ildə Teymuru Şahrukun hücumlarının qarşısını almışdı. Aiddir. Şeyx İsmail ilə döyüşlərdə məğlub oldular. Şeyx İsmail ilə döyüşlərdə məğlub olacaqlar. Ağqoyun dövlətliyinə aid edə bilərik ki, deyirsiniz ki, Ağqoyun dövlətinə aiddir. Bəli. Amma Ağqoyunun hansı dövrünə aiddir? 1501-ə aiddir. Ağqoyun dövlətinin Ərdəbil hakimliyi, yəni Şeyx İsmail arasında döyüş 1501-də Şərurda olub. O da 15-ci əsrə düşmür, 16-cı əsrdə. Onun üçün burada düzgün cavab sadəcə bir dənə olacaqdır. 20-ci sual. Qaraxanlı dövləti mövzu olduğu dövrə aiddir. 840-1212-ci illərdə Qaraxanlı dövləti mövzu olmuşdur. Uyğur xalqanla Mani təlim yayılmağa başlamaq. Deyək ki, 760-cı illər götürək bunu. Təxminən bu da bu dövrə düşməyəcək. Azərbaycan cəmində ərəb mənşəli Sular tərəfindən Rəvadə əmrinin yaradılması təxminən 8-ci əsrin sonu 790-cı illər olsa, bu da düşmür bura 840-1212 arasına. Böyük Azaqlar xəritəsi İngiltərədə 1215 idi. Bu da düşmür bura 1212-də, çünki Qaraxanlı dövləti artıq süquta uğramış tamamilə. Müqəddəs Sofiya məbədinin dağıdılması. Bu 1204-dür. Bu artıq düşəcək. 4-cü sərbi görüşü nəticəsində deyək ki, Konstantinopol qayrət olunmuş sərbçilər tərəfindən və Müqəddəs Sofiya məbədi dağıdıldı. Monqol xaqanlığının Pekin tutması 1215-dir. Bu da bu dövrə aid olmayacaq. 21-ci sual. Deyək ki, Nurəddin Fransada yaşayırdı və əsasən kənd təsərrüfatına məşğul olurdu. Nurəddin qarpız sahələri vardı. O istehsal etdiyi məhsulları qonşu şəhərlərə aparıb orada satırdı. Əvvəllər bu bölgədə bir neçə pul və çəki var idi. Amma bu dövrdə artıq bu problem yavaş-yavaş aradan qalxmağa başladı. Yəni vahid pul yaranırdı. Ümumiyyətlə Fransanın bölgəsində hər bir ərazinin özünə məxsus təsərrüfat sahəsi vardı. Yəni ixtisaslaşmışdı bu ərazidə. Bu dövr hansı dövrdən gedir? Və deyir ki, burada deyir ki, bir neçə pul var idi. Amma bu dövrdə artıq bu problem yavaş-yavaş aradan qalxmağa başladı. Yəni artıq mərkəzləşmə prosesi başladı 12-ci əsrdə. Aha. İndi deyək ki, burada deyək ki, ümumiyyətlə Fransanın bölgəsində hər bir ərazinin özünə məxsus təsərrüfatı vardı. Yəni ixtisaslaşmış. Yəni Şimali Fransadan gedir. Biz 12-ci əsr və Şimali Fransaya aid olanları götürməliyik. Mənbədə bəhs olunan ərazi və dövrə aid düzgün fikirlər. Bu şəhərlərdə yaşayan insanların böyük hissəsi İspaniya və İtaliyaya ticarət edir. Bu Cənubi Fransaya aid. Biri onun üçün götürməliyik. 2. 12-ci əsrdə Şimali Fransada mərkəzləşmə prosesi başladı. Bəli, doğrudur. 3. Bu əsrdə Nurəddin təsərrüfata ziyan dəydiyi üçün kəndli üsyanına qoşuldu. Xeyr. Bu əsrdə olmamışdı kəndli üsyanı Fransada. Fransada kəndli üsyanı olacaqdı. Jak üsyanı 1368-ci ildə. Son üçün yanlışdır. Bu əsrdə İngiltərə Fransanın bəzi ərazilərini tutdu. Bəli. Bu əsrdə deyək ki, İngiltərə 2-ci Henrixin dövründə 1154-1189-cu illərdə Fransanın bəzi ərazilərini tutmuşdu. Cavab da olacaq 2 və 4. 23-cü sual. Əgər Verner reqlamentə əsasən dövlətlərin xarici siyasətinə aid düzgün bəndləri seçək. Roma imperiyası ilə diplomatik əlaqələr qurulması. Baxırıq, Mannada yoxdur. Atropatenada dövlətində var idi. Albaniyada var idi Roma imperiyası ilə diplomatik əlaqələr. Deməli 4-ə gedər A. Daha sonra Urartu dövlətinə qarşı Assuriya ilə müttəfiq olması. Bu Mannaya aiddir. Həmçinin xarici siyasətinə aiddir. 1-ə gedər nə B. Yunan tanrılarına sitayiş olması. Baxarıq, Mannada yoxdur. Atropatenada var, Albaniyada var. Amma Yunan tanrılarına sitayiş olmaq, bir tanrıya, bir dinə sitayiş olmaq ölkənin daxilinə, xaricinə aid deyil. Onun üçün C-ni burada götürməliyik. Selevki dövlətindən asılığa düşmüşdür. Selevki dövlətindən asılığa düşən yalnız Atropatena idi və bu da onun xarici siyasətinə aiddir. Daha sonra Parfiya dövlətləri Roma Respublikasına qarşı müttəfiq olmuşdu. Parfiya dövlətləri Roma Respublikasına qarşı müttəfiq olansa, yenə yalnız Atropatena idi deyək, Albaniyada belə bir müttəfiqlik yox idi. Şimaldan qayrətçi yürüşlərin məruz qalmışdır. Bu sadəcə Albaniya aid olacaq. Deyirik ki, şimaldan qayrətçi yürüş olan zaman, alanlar hücum edən zaman artıq Atropatena dövləti yoxdur. Onun üçün bu xarici birlikdə siyasət olaraq Albaniya aiddir. İadəli hücumuna qarşı xarici dövlətlərlə müttəfiq olmuşdu. Bu hər birinin oxşar xüsusiyyətdir. 3-cü sual. Xəritədə bəhs olunan dövrə aid hadisəni seçin. Deyir ki, baxın, bu xəritəyə baxsaq, görərik ki, bu xəritədə Həştərxan var. Buradan ruslar çıxırlar, gəlirlər. Burada ərazilər tuturlar, Dərbəndi tuturlar. Daha sonra Azərbaycan cənubuna qədər gəlirlər ruslar. Daha sonra buradan görürük ki, Osmanlılar hücum edirlər, Gəncə, Şamaxıya gəlirlər. Baxın,
Şamaxıya gəlirlər, amma Xəzər sahilinə keçmirlər. Baxın, fikir verin, qırmızılar Xəzər sahilində yoxdurlar. Daha sonra görülür ki, Osmanlılar buradan İrəvana gəlirlər, tuturlar. Osmanlılar Van istiqamətindən Təbrizə, Ərdəbilə gəlirlər. Yəni bu hansı dövrə aid? 1724-cü ildə o İstanbul sülh müqaviləsi var. Baxın, həmin dövrlərə aid. Biz də həmin dövrlərə aid olanları tapmalıyıq. Slavyanların acil olaraq Sarı Abbas Adasını qaret etməsi. Yəni Slavyanlarla əlaqəsi yoxdur bu yürüşün. Biri yanlışdır bu xəritənin. 2. Azərbaycan Xəzər sahili ərazilərinin Rusiya tərəfindən tutulması. Bəli, Xəzər sahili ərazilərinin Ruslar tərəfindən tutulmasını əks etdirir. Bərdə şəhərinin Slavyanlar tərəfindən dağıdılması bu yanlışdır. Yəni bu xəritəyə baxıb siz Slavyanları nəzərdə tutsanız, birindən məsələn 3 yaza bilərsiniz də. Mən o formalı test tərtib etmişəm. Yəni biz xəritəni də düzgün analiz etməyi bacarmalıyıq təbii ki. 4. Səfəvi dövlətinin müqəddəs şəhərinin Osmanlılar tərəfindən tutulması. Bu doğrudur. Səfəvilərin müqəddəs şəhəri Ərdəbil şəhəridir və Osmanlılar tərəfindən tutulmuşdur. Bu dövrə aiddir. Rusiya dövlətinin Bakı, Dərbənd, Gəncəni işğal etməsi. Baxın, biraz diqqətsiz olsanız bunu da düzgün cavab kimi götürəsiniz və səhv çıxar. Niyə? Rusiya dövləti Bakı, Dərbənd deyəsi tutmuşdu, bəli tutmuşdu. Amma Gəncə kimin işğal zonasına daxildir bu dövrdə? Osmanlı. Gəncəni ruslar tutmamışdı bu dövrdə. Onun üçün bu yanlışdır. Bu yanlış olduğu üçün 5-i götürmüş. Deyir ki, düzgün cavabımız 2 və 4-dür. 24-cü sual. Uyğun bəndlər müəyyən edin. Satıb Buğra, Muğan və Mahmud Qəznəfi. Hakimiyyətini İsfahan Həmədan Qərbi İrana yaymışdır. Bu Mahmud Qəznəviyə aid olar. Bu Mahmud Qəznəviyə aiddir. Anı götürürüz bura. Daha sonra İslam dini qəbul edərək xaqan titulu qəbul etməsi. Bu Satıb Buğra xaqana aiddir. Sasanilər qarşı uğurlu mübarizə apardı və Herat şəhərini tutdu. Bu heç birinə aid deyil. Sasanilər qarşı uğurlu mübarizə aparması Muğan xaqanda var, amma Herat şəhərini tutmurdu. Bir məlumat yoxdur. Hakimiyyəti dövründə Bizansa yürüş edilsə də daha sonra diplomatik münasibətlər quruldu. Bu Muğan xaqana aiddir. D olacaq bura. Aha, daha sonra. Deyir ki, Quran-Kərim türkçülüyünə tərcümə edildi. Baxın, Satib Buğraxanın dövründə o hissədə var. Amma deyir ki, Satib Buğraxandan sonra Qaraxanlarda İslam dini daha da genişlənir. Amma 10-cu əsrin sonlarına yaxın Quran-Kərim türk dilinə tərcümə olunur. Yəni bu da Satib Buğraxanın dövrünə düşmür. Burada B, D və A olacaq düzgün cavabımız. 25-ci sual. Uyğun olmayanlar soruşur. Böyük cavablar kəşflər dörd. Bu tipdə sual düşüb bir neçə dəfə. İspaniya, Braziliyanın işğal edilməsi. Bu uyğun deyil. Deməli, A-nı götürürük. A yanlışdır. Götürürük. Bizdən də yanlışı soruşur. Mərkəz və Cənubi Amerikanın böyük hissəsinin tutulması bu doğrudur. Meksikada Aztek dövlətinə son qoyulması bu doğrudur. İspaniyaya aid. Bizdən yanlışı soruşulsun. 1-ə A olacaq. Daha sonra Portuqaliya. Zond-Molq daxil olmaqla sərhəddən Yaponiya qədər genişləndir. Bu, bunlara aiddir. Qərbdən gedən dəniz sahəti olan nəzarətindən keçirilməsi bu da aiddir. Ant dağlarından İnk dövlətinə son qoyulması bu İspanlara aiddir. Bu aid olmayacaq. İspaniya, burada Braziliyanın işğal edilməsi Portuqaliya aiddir. Bu İnk dövlətdə İspaniyaya aiddir. Yəni qarşılıqlı verildi aiddir. 1-ə A olacaq, 2-yə də C olacaq. Uyğun olmayanları müəyyən edin. Yəni yanlışları seçməliyik. 1 və 2. 1. Gəncə xanlığı, 2. Quba xanlığı. Gəncə və Quba. 18-ci əsrin sonu Rusiya tərəfindən işğal edilməsi. Baxırıq Gəncə və Qubaya. Bilirik ki, biz Ruslar 1796-cı ildə gəlirlər, Gəncəni, Qubanı, Bakını, Dərbəndi tuturlar. Demək, bu nədir? Bu düzgündür. Düzgün olacaq. 1-3. Ağa Məhəmməd xan Qazalan müttəfiq oldu. 1. Gəncə, 3. Şəki. Bu da doğrudur. Deyək, Ağa Məhəmməd xan Qazalan 1795-ci ildə bunlar müttəfiq olacaqdılar. 2 və 4. Şamaxı xanlığında uzun müddət mübarizə apardılar. 2. Quba, 4. Qarabağ. Bu yanlışdır. Buna Şamaxı xanlığı uğrunda mübarizə aparmayıblar. Əgər 2 ilə 3-ü desəydi, Şamaxı xanlığı uğrunda mübarizə aparmaqlar götürmək düzgün olardı. Amma 2 ilə 4 yanlışdır. Çünki 3 Şəkidir, 2 Qubadır. Bunlar Şamaxı xanlığı uğrunda mübarizə aparırdılar. Daha sonra D-yə baxırıq. 4 və 5. 4 Qarabağ, 5 Naxçıvan. Qubalı Fətəli xan hücumuna qarşı mübarizə aparması. Bu yanlışdır. Çünki biz bilirik ki, Qubalı Fətəli xan Qarabağa hücum etmişdi. 1784-də uğursuz olmuşdu. Amma Naxçıvana hücum etməmişdi. Belə bir məlumat yoxdur. 5-i onun üçün götürə bilmərik. Yəni düzgün deyil. 2 və 3. 2 Quba, 3 Şəki. Hacı Çələbi və Qubalı Fətəli xanla birlikdə Qarabağ xanlığı üzərinə yürüş etdi. Deyir ki, 2-lə bu yanlışdır. Hacı Çələbi Qubalı Fətəli xanla birlikdə, yəni Qarabağ xanla üzərinə hücum etməmişdir. Ümumiyyətlə Hacı Çələbi ilə Qubalı Fətəli xan fərqli dövrlərdə yaşayıblar. Yəni fərqli dövrlərdə xan olublar. Eyni dövrün xanları olmayıblar.
Burada cavabımız olacaq deməli C, D və Y bəndi. Eyni Venn diaqramına uyğun bəndlər müəyyən edin. Maldarlıq və əkinçilik əsas təsərrüfat sahəsi olaraq paleolitdə maldarlıq söhbət gedəməz. Mezoiddə əsas təsərrüfat sahəsi deyildi. Onun üçün götürülməz. Amma eneolita aiddir. Deməli 3 olar A. Vulkanik şüşə və obsidiandan əməliyyatların düzəldilməyə başlandı paleolit dövrünün ilk mərhələsində. 1-ə gedər B. İnsanların tikinti vərdişlərinə sahib olması. Tikinti vərdişləri yaranmış paleolitin ilk mərhələsində sonrakı dövrlərin hamısının tikinti vərdişləri olmuşdur. Onun üçün 4-ə C-ni yazarıq. Qobustan abidəsində kiçik ölçülü daş alətlərinin tapılması bu mezoita aiddir. İlk incəsənət sahəsinin yaranması bu paleolitə aiddir. Yeni texnik üsullardan istifadə etməklə naxışlı, rəngli dulus qablar hazırlanması. Əgər siz diqqətsiz oxusanız, bunu F-i yazarsınız eneolitə. Amma bu F-i buraya yazsaz, bu nə olacaq? Səhv olacaq. Çünki burada nə yazır? İstifadə etməklə yeni texnik üsullar var. Naxışlı qablar da var. Amma rəngli yoxdur. Rəngli hansı dövrdədir? Orta Tunc dövründədir. Baxın, bu rəng burada nədir? Uyğunluğu pozur. Onun üçün burada düzgün cavab olmayacaqdır. F-i götürənlər səhv cavab vurmuş olacaqlar. 28-ci sual. Verilən bəndlərin aid olduğu ərazini Azərbaycanda Səlcuq canişinin mərkəzi. Azərbaycan Səlcuq canişinin mərkəzi bir deyək ki, nədir? Beyləqan olmuşdur. 4. Slavyanlar tərəfindən möhkəmlənmək üçün ticarət və sərnişinlərin inkişaf etdiyi şəhər hücum etdi. Bu da Bərdə şəhəri 3. Cavabımız olacaq 3-4. Səlcuq canişinin mərkəzində deyək ki, Gəncə ilə Beyləqandır. 29-cu. Son feodalizm dövrünə aid hadisənin xronoloji ardıcıllıqdan düzün. Son feodalizm dövrü isə 16-cı əsrdə 1501-ci ildən sonra aşağı götürülür. Osmanlı sultanlarının xəlifə adlanmaya başlaması 1520. Şah Təməzinin Osmanlı dövlətinə qarşı əks hücum 1552-dir. Bu da aiddir son feodalizm dövrünə. Birazdan bunlar xronoloji ardıcıllıqla düzülür. Şeyx İsmayıl Cavandır Fərrux Həsəni məğlub etməsi 1500. 1515-ci əsrdir. Yəni son feodalizm dövrünə düşmür. Yəni 3-ü buradan silərik. 3-ü buradan silməlidir. 3-ü buradan siləndə nə qalır? 2 dənə variant qalır. Burada 6-nı da silirik. 6-da da nə deyir ki, Moskva knyazlığının Qızıl Ordudan vasalsına son qoyulması. Bu da səhvdir. 6 da səhvdir. Burada nə olacaq? Birinci olacaq nə? 1500 görürük ki, 20 gəlir. Osmanlı Sultanı xəlifə tituldaşdılar 1. Sonra gələcək 5. Babur Şahın İslam dinini qəbul etməyənlərdən aldığı cizyə vergisini ləğv etməsi. 1-5 olacaqdır. Sonra olacaq nə? 2. Şah Təməzinin Osmanlı dövlətinə qarşı əks hücuma çəkməsi 1552. 1-5-2. 1-5-2 və nədir? Sonra 4 olacaqdır. O, Almaniyada protestantlığın din azadlığının tanınması 1555 Augsburg sazişinə əsasən. 30-cu sual. Uyğunluq gözlənilmişdir. İkinci Səlcuq Səlcuq Sultanı ilə İslamiyyə tutduğu üçün başladı. Səlcuq Sultanı yox, Mosul əmri idi. Bu səhvdir. 4-cü Səlcuq Səlcuqlar Misirdən keçərək Bizans dövlətinə hücum etdi. Misirdən keçmirlər. Yəni bu Misir məsələ, Misirə ümumiyyətlə getmir Səlcuqlar. Onun üçün bu səhvdir. 3-cü Səlcuq Səlahaddin Əyyubi ordu toplayaraq Alman İmperatoru qoşunlarını məğlub etdi. Belə bir şey yoxdur burada. Bu da səhvdir. Reconquista hərəkatı Aragon, Navarra yox, Aragondan Kastiliya birləşirdi. Onun üçün bu da səhvdir. 1-ci Səlcuq Böyük Səlcuq dövlətinin qoşunlarına qarşı mübarizə aparması doğrudur. Bu doğrudur. Cavabımız olacaq Y bəndi. Məlumat olmayan dövləti seçin. Məlumat olmayan dövlət. BD müqaviləsi nəticəsində yaranmışdır. BD müqaviləsi Fransa, Almaniya BD müqaviləsi nəticəsində yaranmışdır. Bu da İtaliya idi. İtaliya ümumiyyətlə yoxdur. 1 ilə 5-i çıxarıq demək. Reformasiya hərəkatı bu ölkədə qalib gəldi. Reformasiya hərəkatı deyil, bu ölkədə qalib gəldi. 3-də reformasiya hərəkatı qalib gəlmişdi. 2-də reformasiya məğlub olmuşdur. 4-də ümumiyyətlə, yəni Rusiyadır. Reformasiyadan danışmağa dəyməz. Ölkələr də artıq birlikdə 2 İspaniyadır, 1 Fransadır, 5 Almaniyadır, 4 Rusiyadır, 3-də İngiltərədir. 3-cü hissəni oxuram. 15-ci əsrdə Qızıl Ordunun asılına tamamilə son qoydu. Bu da Rusiyadır. Rusiyanı da atarıq. 16-cı əsrdə ərəb tacirlərinin əlində olan ədviyyə ticarətinin nəzarətinə ələ keçirildi. Bu Portuqaliyaya aiddir. Portuqaliyaya aiddir. Portuqaliyada buradır. Bu da verilmir. Deməli, cavabımız olacaq nə? Yalnız 2 İspaniya. İspaniyaya aid məlumat yoxdur. Uyğun bəndləri yazın. Monqol xaqanlığı, Teymur və oxşar xüsusiyyətlər. Orduda toplardan istifadə edilməsi. Monqollarda top yoxdur. A yanlışdır. A-nın yanlış olduğunu bilərik. A-nın Şimal Çinin asıla salınması. Şimal Çinin asıla salınması Monqol xaqanlığına aiddir. Bir B olacaq. Kəsranə sülaləsinin asıla salınması. Monqol xaqanlığı dövründə deyək ki, Kəsranə sülaləsi asıla salınmışdır. Bəli, doğrudur. Bir B ilə C olacaq.
Biz burada kəsranə deyirik ki, 1027-1382-dir. Kəsranələri Monqollar asla e, Dərbəndlər isə Teymurlar. Onun üçün biz burada bunu götürürük. C-ni götürürük. Amma burada hər hansı oxşar xüsusiyyət versəydi burada artıq biz bunu oxşar kimi götürmürük. Yalnız Monqollara aid olanı götürürük də burada. İndi yalnız nədir? Teymura aid olanları buradan seçək. Deyir ki, Qaraqoyunlu dövlətinin müvəqqəti olaraq astalığa salınması. Bəli, Teymurlərdə vardı, Monqollarda yox idi. Onu götürək. Azərbaycan tamamilə tabe edilməz. Azərbaycan Monqollar da Teymurlara tamamilə tabe etmişdir. Onun üçün bu oxşar. Bunu götürmək fərqliyin altından. Gürcüstanın yürüş edilməsi. Gürcüstanın yürüş edilməsini də götürmək. Çünki Gürcüstana həm Monqollar yürüş etmişdi, həm də Teymurlar. Onun üçün yanlışdır. Oxşarların altından görək nəyə götürək. Bağdad şəhərinin işğal edilməsi. Monqollar 1358-də, Teymurlər də 1392-də Bağdad şəhərini işğal etmişlər. Bu doğrudur. Oxşardır. Osmanlı dövlətinə müharibə. Monqollarda Osmanlılarla müharibə yoxdur. Teymurlərdə var. Bu fərqlidir. Oxşarın altında olduğu üçün bunu götürmürük. Delhi sultanlığına yürüşlər edilməsi. Teymurlər də Delhi sultanlığına yürüş etmişdir 1398-də, Monqollardır. Bunun üçün oxşardır. Deməli, 1-ə B ilə C olacaq, 2-yə A ilə C olacaq, 3-ə də A olacaq. Cavab olacaq C bəndi. Xəritəyə əsasən ulduzla verilmiş şəhərlərin, yəni Gəncə şəhəri, Təbriz şəhəri. 13-cü əsrin birinci yarısına aid. 13-cü əsrin birinci yarısına aid xüsusiyyətlər. Monqolların ikinci yürüşünə məruz qaldı. Monqolların ikinci yürüşünə. Lakin xərc verəş tanıtlardan xilas oldu. Bu yanlışdır. Bu Monqolların birinci yürüşü siyasəti düzgün götürmək olardı. İkinci yürüşdə hamısı işğal olunur. 2. Xərzəmşah qüvvələrinə qarşı üsyanların baş verməsi. Gəncə və nədir? Deyir ki, Gəncədir, Təbrizdir, Xoydur, Mərəndir. Bunlarda Xərzəmşahlara qarşı üsyanlar baş vermişdir. Və 1230-cu illərdir təxminən. Yəni, bu düşür. 2 doğrudur. Hülaçılar dövlətinin asılı qəbul etməsi. Bu yanlışdır. Çünki Hülaçılar dövləti 1358-də yaranmışdır. O da 13-cü əsrin ikinci yarısı. 3 yanlışdır. Azərbaycanda Səlcuq canişininin mərkəzi olması. Bu da yanlışdır. Bu dövrdə 13-cü əsrdə ümumiyyətlə Səlcuqlar yox idi. Cavab olacaq nə? 2. Hadisə nəticələrinin düzgün verildiyi bəndlər. Avropa qot memarlığı yarandı. Bələdiyyə binaları, ticarət binaları, elan və s. 11-ci əsrdə tikilməyə başladı. 11 yox, 12 olmalıdır. Onun üçün bu səhvdir. Amma bizdə nəyi soruşur? Düzgün soruşur. Ur şəhər xarabalıqlardan yazılımlarının tapılması eramızdan və 4-cü min piktoqram yazılarının olduğunu göstərdi. Ur yox, Uruq şəhəri olmalıydı. Onun üçün bu da yanlışdır. Uluq bəyin astronomiya sahəsilə məşğul olması, İsfahan rəsədxanasının tikintisinə rəhbərlik etməsi. İsfahan yox, Səmərqənd yazılmalıydı. Bu da yanlışdır. Roger Bacon biliyin müşahidə və təcrübədən asılı olduğunu qeyd edirdi. Bəli. 13-cü əsrdə böyük əməli əsərini yazmışdı. 4 doğrudur. Mahmud Kaşqar Divan Lüğət Türkçə əsərini yazmışdı 1077-də. Əsərdə Kaşqar şəhəri dünyanın mərkəzi hesab olunurdu. Kaşqar yox, Baskun şəhəri dünyanın mərkəzi hesab olunurdu. 5 də 13-cü səhv. Cavabda da yalnız 4 olacaq. Çünki düzgünləri soruşur bizdən. 35-ci sual. Uyğunluğu müəyyən edin. Qarabağ, Urmiya, Quba xanlığı. Bütün Cənubi Azərbaycan asılı salınmış. Belə bir məsələ yoxdur. Demişdi ki, Urmiya xanlığı Azərbaycanın əksəri hissəsini asılı salmışdı. Demişdi ki, Zəncan idi, Maku idi, Ərdəbil idi. Bunları asılı sala bilməmişdi. Şəki İrəvan xanlığının asılı salınması. Şəki İrəvanı bəli, asılı salmışdı. Onun yanında Qarabağda var idi. Şəkini İrəvanı Qarabağa asılı salmışdı. Urmiya xanlığı. Urmiyalı Fətəli xan. 1763-ə qədər. Cavabdüşan döyüşündə Qubalı Fətəli xana qarşı mübarizə aparılması. Bu Qarabağ xanlığına aiddir. Qarabağ xanlığı Cavabdüşan döyüşündə Qubalı Fətəli xana qarşı mübarizə aparmışdır. Və birə aid olacaq C. Şəkini Hüseyn xanla müqavilə bağlayaraq üstünlüyünü qəbul etdi. Bu da Qubalı Fətəli xana aiddir. Bu da Şəkili xanla Hüseyn xanla müqavilə bağlayıb 1169-da üstünlüyünü qəbul etdirmişdir. Qızılqaya xəyanət və Şiraz qonaqlığında iştirak etməsi. Həm Qızılqayda, həm də ki Şirazda iştirak edənsə Qarabağ xanı idi. 1-ə C, Y olacaq, 2-yə B olacaq, 3-ə də D olacaq. Venn diaqramına uyğun olaraq yalnız 5-ə, yəni yalnız 5-ə, yalnız hamısı üçün oxşar planı. Şeybanilərə qarşı mübarizə aparılması. Bəli, Şeybanilərə qarşı həm Şah İsmayıl, həm Şah Təmasib, həm də Abbas aparmışdır. Vergi islahatı keçirilməsi. Vergi islahatı Təmasibdə var, Abbasda var, İsmayılda yoxdur, götürə bilmərik. Osmanlıya qarşı yandırılmış torpaq taktikası. Abbasda var, Təmasibdə var, İsmayılda yoxdur. Elə bir məlumat deyə bilmərik. Müxtəlif döyüşlərdə Osmanlı hərbi qüvvələrinin məğlub edilməsi. Təmasif var, Həmədan, Boğur döyüşləri. Şah Abbas da var. Şah Abbas bütün döyüşlərdə Osmanlıları məğlub etmiş deyərik. Amma İsmayılda yoxdur.
Onun üçün cavab bir dənə yalnız A olacaq. 7-ci sual. Uyğun bəndləri seçin. 1, 2, 3. 1. Qəbələdir deyərik. 2. Təbrizdir. 3 də Ərdəbildir. 1, 2, 3. 10-cu əsrdə Azərbaycan paytaxt şəhərləri olmuşdur. Bu yanlışdır. Biri yanlışdır. Bir Qəbələnin nədir? Deyək ki, Qəbələ şəhəri Albaniyanın paytaxtı olmuşdur 5-ci əsrə qədər. Amma burada 10-cu əsrdir, 10. Amma 2 ilə düzdür. 10-cu əsrdə paytaxt şəhərləridir. 2, deyərik ki, Təbriz 10-cu əsrdə Rəvvadilərin paytaxtı olmuşdur ilk dəfə. Ərdəbil də deyək ki, Salarların paytaxtı olmuşdur. Həm də Sazlərin də paytaxtı olmuşdur 10-cu əsrdə. Amma burada bir bu işləri çoxladıb A-nı götürə bilmək. B, 4, 5. Naxçıvan və Şamaxı. Monqolların birinci yürüş zamanı işğal olundu. Bəli, bunlar hər ikisi də Monqolların birinci yürüş zamanı işğal olunmuşdur, deyərik. Daha sonra 1-5 alınan yürüşünə dair katakomba qəbirləri tapılmışdır. 1. Qəbələdir, Şamaxıdır. Bunlardan katakomba qəbirləri tapılmıyor. Katakomba qəbirləri Qəbələdən deyirik ki, Mingəçevirdən tapılmışdır. Onun üçün biz burada 5-i götürə bilmərik. C yanlışdır. 2 və 3. Təbriz və Ərdəbil. Klassik feodalizm dövründə siyasi mərkəzlərə çevrildilər. Yəni 11-15-ci əsrlərdə. Deyək ki, Ərdəbil 11-15-də heç bir dövlətin paytaxtı olmamışdır. Onun üçün D də yanlışdır. Düzgün cavab olacaq B bəndi. Yalnız B. 38-ci sual. Paytaxtı Diogir olan deyək ki, dövlətin yerləşdiyi ərazi müəyyən edir. Demişdik ki, Diogir nədir? Delhi Sultanlığının paytaxtı olmuşdur. Və Delhi Sultanlıqda ümumiyyətlə yerləşmə ərazisi Hindistan 2 olacaqdır. Cavabımız da 2 olacaqdır burada. 39-cu sual. Uyğunu gözlənilmişdir. Cavanşir və Böyük Kral. Əməvilər sülaləsi diplomatik əlaqələr qurulması. Cavanşirə deyə bilərik Əməvilərlə. Amma Böyük Krala deyə bilmərik. Çünki Böyük Kral 768-814-dür. O Abbasilərlə əlaqələr qurmuşdur. Çünki Əməvilər deyək ki, 752-dir. 750-dən sonra Abbasilərdir. İstəmin və Atilla. Qərbi Roma İmperiyası ərazisində yürüş edilməsi. Bu Atilla düzdür, Qərbi Roma İmperiyası. Amma İstəmi isə Şərqi Roma idi. Onun üçün bu da yanlışdır. Yezaveta Süleyman. İspaniya dəniz donanmasını məğlub etməsi. Bu doğrudur. Yezaveta məğlub etmişdir 1588-də Lamaş. İndi Lamaş yoxdur. Sultan Süleyman da 1541-ci ildə məğlub etmişdi İspan dəniz donanması. Əkbər Şah və Şah Abbas. Portuqaliya ilə mübarizə aparması. Əkbər Şah Portuqaliya ilə dost idi. Şah Abbas mübarizə aparmışdı. Onun üçün bunu götürə bilməz. Oxşar deyil. Mehmet Fatih və 1-ci Bəyazıd. Venesiya məğlub edilməsi. Mehmet məğlub etmişdi Venesiyanı və 2-ci Bəyazıd məğlub etmişdi Venesiyanı. 1-ci Bəyazıd yazıldığı üçün səhvdir. Cavabımız olacaq C bəndi. 40-cı sual. 16-cı əsrin 2-ci əsr Səfəvi dövlətinin paytaxtının Qəzvin olduğu dövrə aid olan iqtisadi hadisəni seçin. Burada bir məsələ var. 1550 plusu demir ha. 1550 plusu götürsə səhv edərsiniz. Çünki orada əlavə deyir ki, paytaxtın Qəzvin olsun. Paytaxt nə vaxt Qəzvin olsun? 1555. Deməli, siz 1555 plusda olanları götürməlisiniz və həmçində iqtisadi hadisəni götürməlisiniz. Aha. Şah Təhmasibin Buğur yaxınlığında Osmanlılar üçün darmadağın etməsi. Bu nə vaxt oldu? 1554 olmuşdur. Burada ümumiyyətlə paytaxt Qəzvin deyildi. Yəni, Təbriz şəhəridir. Osmanlılar üçün Amasya müqaviləsinə uyğun olaraq Bağdada sahib olması. Bunda da paytaxt deyir ki, Qəzvin deyil. Onun üçün götürülmüş. Həmçinin iqtisadi məsələ deyil, bu siyasi məsələdir. Şah Təhmasibin verdiyi xüsusi fərmanla Tamağa versinlər verilməsi 1565-dir. Həm ikinci yarısına aiddir, həm paytaxt dövrdə Qəzvin idi, həmçinin deyək ki, iqtisadi hadisə idi. Tamağa versin ləğvi iqtisadiyyata müsbət təsir göstərdi. C bəndə cavabımız olacaq. Osmanlı dövlətinin 16-cı əsrin sonu işğal olunmuş ərazidə vahid çəki ölçü pul islahatının keçirilməsi. Bu doğrudur, deyə bilərik təxmin. Amma ki, bu Osmanlı dövlətinə aid, Səfəvlərə aid deyil deyə götürülmüş. Osmanlı və Şeybaninin Azərbaycan böyük hissəsini işğal etməsi, bu da deyək ki, Qəzvin olan dövrə aiddir. Amma iqtisadi məsələlərlə əlaqəsi yoxdur. Bu siyasi məsələdir. Onun üçün yeni də götürülmək. Cavab olacaq C bəndi.